Qoç. Martın bu günündə daxili aləminizdə baş qaldıran vulkanik enerji sizi həm yarada, həm də yıxa bilər. İş mühitində rəhbər şəxslərlə ünsiyyətdə kəskin ifadələrdən qaçmaq, diplomatiyanın gücünə güvənmək ən doğru taktika olacaq. Karyera pilləkənlərində sürətlə irəliləmək istəyiniz təqdirə layiqdir, lakin detallara diqqət yetirməsəniz, kiçik bir texniki xəta bütün zəhmətinizi kölgədə qoya bilər. Maddi məsələlərdə riskli yatırımlardan uzaq durmaq, əldə olan vəsaiti qorumaq üçün uyğun zamandır. Şəxsi büdcənizdə yaranan boşluqları doldurmaq üçün yeni bir gəlir mənbəyi tapmaq ehtimalınız kifayət qədər yüksəkdir. Sevgi münasibətlərində tərəf müqabilinizin hisslərini anlamaq üçün ona daha çox sual verin və cavabları səbrlə dinləyin. Tənhasınızsa gözlənilməz bir məkanda qarşılaşacağınız insan həyata baxışınızı kökündən dəyişə bilər. Psixoloji olaraq özünüzü gərgin hiss etdiyiniz anlarda fiziki aktivliklə məşğul olmaq neqativ enerjini atmağa kömək edəcək. Sosial çevrənizdə bəzi insanların maskasının düşdüyünü görmək sizi məyus etməsin, əksinə ətrafınızın təmizlənməsinə sevinin. Köhnə bir dostunuzdan alacağınız ismarış sizdə xoş xatirələr oyatmaqla yanaşı, gələcək planlarınız üçün də ipucu verə bilər. Avtomobil idarə edərkən və ya texniki cihazlarla işləyərkən diqqətli olun, çünki kiçik qəzalara meyillilik var, sağlamlıq baxımından baş ağrılarına qarşı profilaktik tədbirlər görməyiniz məsləhətdir. Gözlənilməz bir iş təklifi bütün planlarınızı alt-üst etsə də, bu dəyişikliyi qucaqlamaq gələcəkdə böyük uğurlara yol açacaq. Həmkarlarınızla rəqabətə girmək əvəzinə, komanda ruhunu gücləndirməyə çalışın. Özünüzə olan inamınızın sarsılmasına icazə verməyin, çünki daxili gücünüz hər çətinliyi aşmağa yetərlidir. Axşam saatlarını ailə üzvləri ilə sakit söhbətlərə həsr etmək ruhunuzu dincəldəcək. Yaradıcılıq potensialınızın pik nöqtəsində olduğu bu günlərdə hobbiyə zaman ayırmaq sizə əlavə motivasiya qazandıracaq. Başqalarının problemlərini çiyinlərinizə yükləməyin, çünki bu enerjinizi tükəndirə bilər. Hər hansı bir sənəd imzalamazdan əvvəl hüquqi tərəfləri incələmək sizi gələcək itkilərdən qoruyacaqdır. Həyatın sizə təqdim etdiyi kiçik sürprizləri görməyi öyrənin. Buğa. Sabitlik axtarışınızın nəticə verdiyi, lakin çeviklik tələb edən bir dövrə qədəm qoyursunuz. Peşəkar fəaliyyətinizdə uzun müddətdir üzərində işlədiyiniz layihənin bəhrəsini görməyə başlayacaqsınız. İş yoldaşlarınızın rəyinə hörmətlə yanaşmaq sizin kollektivdəki nüfuzunuzu daha da artıracaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün qarşınıza çıxan imkanları dəyərləndirərkən məntiqinizi hisslərinizdən öndə tutun. Qənaət rejimini bir müddət davam etdirmək gələcəkdə arzuladığınız o böyük alış-verişi reallaşdırmağa kömək edəcək. Sevgi həyatınızda durğunluq varsa, münasibətə rəng qatmaq üçün fərqli bir aktivlik planlaşdıra bilərsiniz. Tərəf müqabilinizin sizə olan sadiqliyi daxili hüzurunuzun əsas mənbəyi olacaq. Özünüzü emosional olaraq yorğun hiss etsəniz, təbiət qoynunda vaxt keçirmək və ya bitki baxımı ilə məşğul olmaq sizə terapiya kimi təsir edəcək. Sosial mühitdə nüfuzlu şəxslərlə tanışlıq karyeranızda yeni qapılar aça bilər. Həyatınızda köklü dəyişikliklər etməzdən əvvəl bütün riskləri tərəziyə qoyun və tələsik qərarlar verməyin. Qohumlar arasındakı bəzi narazılıqlarda vasitəçi olmaq məcburiyyətində qalsanız, tərəfsizliyinizi qoruyun. Gözlənilməz bir xərc çıxa bilər, lakin bu, büdcənizi ciddi şəkildə sarsıtmayacaq. Sağlamlığınıza, xüsusən də boğaz və boyun nahiyəsinə diqqət yetirməyiniz tövsiyə olunur. Motivasiyanızı artırmaq üçün keçmiş uğurlarınızı xatırlayın və özünüzü mükafatlandırın. Dostlarınızın məsləhətinə qulaq asın, bəzən kənar baxış ən doğru yolu görməyə kömək edir. Daxili səsinizi dinləmək bu günlərdə sizə ən böyük rəhbər olacaq. Yarımçıq qalmış təhsil və ya kurs məsələlərini tamamlamaq üçün ideal zamandır. İnternet üzərindən edəcəyiniz alış-verişlərdə fırıldaqçılıq hallarına qarşı ehtiyatlı olun. Evinizdə aparacağınız kiçik bir dəyişiklik enerjinizi müsbətə doğru dəyişəcək. Kimsə sizdən borc istəyərsə, yox deməyi bacarın, çünki həmin pulun geri qayıtması çətin ola bilər. Zamanın idarə olunmasında daha intizamlı olmağınız iş yükünüzü azaldacaq. Əkizlər. Zəkanızın və kommunikasiya bacarığınızın ən yüksək həddə çatdığı, hər kəsi heyran qoyacağınız bir zamandır. İş yerində təklif etdiyiniz kreativ ideyalar rəhbərliyin diqqətindən yayınmayacaq və perspektivli vəzifə artımına yol açacaq. Karyeranızda baş verən sürətli dəyişikliklərə adaptasiya olmaqda çətinlik çəkməyəcəksiniz, çünki dəyişiklik sizin təbiətinizdə var. Maliyyə məsələlərində ehtiyatlı olun. Xüsusən də emosional vəziyyətdə həyata keçirilən xərclər sonradan peşmanlıq yarada bilər.
Pul ilə bağlı vacib danışıqlarda arqumentlərinizi dürüst və aydın şəkildə ifadə edin. Sevgi münasibətlərində maraqlı bir dönüş nöqtəsi yaşana bilər, köhnə bir sevginin yenidən gündəmə gəlməsi hisslərinizi qarışdıra bilər. Qarşı tərəflə ünsiyyətdə səmimi olmaq münaqişələrin qarşısını alan ən böyük qalxandır. Psixoloji olaraq zehni yorğunluqdan qaçmaq üçün meditasiya və ya intellektual oyunlara vaxt ayırın. Sosial həyatınız o qədər rəngarəngdir ki, hər dəvətə çatmağa çalışarkən özünüzü unuda bilərsiniz. Yeni məlumatlar öyrənmək və xarici dilləri inkişaf etdirmək üçün bu dövr olduqca məhsuldardır. Səyahət planlarınız varsa, sənədlərinizi və vaxtınızı dəfələrlə yoxlayın, kiçik bir diqqətsizlik ləngiməyə səbəb ola bilər. Dedikodulardan və intriqalardan uzaq durmaq imicinizə xələl gəlməsinin qarşısını alacaq. Qardaş, bacı və ya yaxın qohumlarla bağlı xoş xəbərlər almağınız ruh halınızı yüksəldəcək. Gözlənilməz bir telefon zəngi sizə uzaqdan gələcək maraqlı bir qonağın xəbərçisi ola bilər. Enerjinizi eyni anda bir neçə işə bölmək əvəzinə ən vacib olanlara fokuslanmaq səmərəliliyinizi artıracaq. Texnoloji yeniliklərə marağınız sizə işdə rəqiblərinizdən bir addım öndə olma imkanı verəcək. Yuxu rejiminə riayət etmək sinir sisteminizi qorumaq üçün vacibdir. Başqalarına verdiyiniz vədləri yerinə yetirməyə çalışın, əks halda etibarınızı itirə bilərsiniz. Həyatın ritmini tutmaq üçün tələsməyin, hər şey öz vaxtında və gözəl şəkildə reallaşacaq. Özünüzə qarşı tənqidi yanaşmanı azaldın və bacarıqlarınıza daha çox güvənin. Gözlənilməz tanışlıqlar sizi tamamilə fərqli bir dünyaya apara bilər. Xərçəng. Həssaslığınızın artdığı bu dövrdə daxili səsinizə güvənmək sizi bir çox yanlış addımlardan qoruya bilər. İş mühitində rəqabətdən daha çox əməkdaşlığa önəm vermək, kollektiv daxilindəki nüfuzunuzu möhkəmləndirəcəkdir. Karyera planlarınızda bəzi ləngimələr yaransa da, bu vaxtı strateji hazırlıq üçün bir fürsət kimi dəyərləndirin. Maddi məsələlərdə ailə büdcəsinə qənaət etmək və lazımsız xərcləri ixtisar etmək gələcək maliyyə hədəfləriniz üçün zəruridir. Ev alqı-satqısı və ya təmir işləri ilə bağlı vacib məlumatlar əldə edə bilərsiniz, lakin qərar verməzdən əvvəl mütəxəssis rəyi alın. Sevgi həyatınızda qarşı tərəfin qayğıya ehtiyacı olduğunu hiss edib ona mənəvi dəstək verməyiniz münasibətləri yeni səviyyəyə daşıyacaq. Tənha xərçənglər üçün keçmişdən gələn bir ismarış nostalji hisslər yaratsa da, gələcəyə fokuslanmaq daha səmərəlidir. Psixoloji olaraq özünüzü qorumaq üçün toksik insanlarla ünsiyyəti minimuma endirməyə çalışın. Sosial çevrənizdə səmimiyyətinizlə seçilməyiniz ətrafınıza yeni və dürüst insanların toplanmasına səbəb olacaq. Motivasiyanızı artırmaq üçün yaradıcı məşğuliyyətlərə və ya sənətə vaxt ayırmağınız ruhunuzu dincəldəcək. Gözlənilməz bir ailə toplantısı və ya qohum ziyarəti planlarınızı dəyişdirsə də, bu görüş sizə xoş təsir bağışlayacaq. Sağlamlıq mövzusunda həzm sisteminə diqqət yetirmək, ağır qidalardan qaçmaq məsləhətdir. İş yerində sənədləşmə işlərində diqqətli olun, çünki xırda bir rəqəm səhvi ciddi vaxt itkisinə səbəb ola bilər. Başqalarının kədərinə şərik olarkən öz enerjinizi tamamilə tükətməməyə diqqət edin. Səyahət planları olanlar üçün marşrutu yenidən nəzərdən keçirmək və təhlükəsizlik tədbirlərini artırmaq faydalı olar. Dostlarınızla bölüşəcəyiniz bir sirr münasibətlərinizdə etibar testinə çevrilə bilər. Həyatınızda yeni bir səhifə açmaq üçün köhnə vərdişlərdən imtina etməyin tam vaxtıdır. Özünüzü evinizdə və ya sevdiyiniz məkanlarda daha rahat hiss edəcəyiniz üçün uzaq səfərləri təxirə sala bilərsiniz. Axşam saatlarında meditasiya etmək və ya sakit musiqi dinləmək günün yorğunluğunu üzərinizdən atmağa kömək edəcək. Şiir. Liderlik keyfiyyətlərinizin ön plana çıxdığı, parlayacağınız bir enerji dalğası ilə qarşı-qarşıyasınız. İş yerində iddialı layihələri üzərinizə götürməkdən çəkinməyin, çünki bacarıqlarınız hər kəs tərəfindən təqdir olunacaqdır. Karyeranızda yüksəliş üçün yeni metodlar sınamaq və innovasiyalara açıq olmaq sizi rəqiblərinizdən fərqləndirəcək. Maddi durumunuzda müsbətə doğru hərəkətlilik müşahidə olunsa da, lüks həvəsinizi cilovlamağa çalışın. Gözlənilməz bir qazanc və ya bonus əldə etmək ehtimalınız var ki, bu da əhvalınızı xeyli yüksəldəcək. Sevgi münasibətlərində ehtiras və romantika ön plandadır, lakin tərəf müqabilinizin fikirlərini də nəzərə almağı unutmayın. Tənhasınızsa, qatıldığınız bir tədbirdə diqqət mərkəzində olacaqsınız və maraqlı tanışlıqlar yaşaya bilərsiniz. Psixoloji olaraq özünüzə inamınız pik həddədir, bu da çətin tapşırıqların öhdəsindən asanlıqla gəlməyinizə şərait yaradır. Sosial əlaqələrinizdə daha nüfuzlu və sözü keçən bir mövqedə olmağınız sizə yeni qapılar açacaq.
Motivasiyanızı qorumaq üçün idmanla məşğul olmaq və ya rəqabət ruhu olan oyunlarda iştirak etmək faydalıdır. Yaxın dostunuzdan alacağınız bir xəbərdarlıq sizi böyük bir səhvdən sığortalaya bilər. Səhhətinizlə bağlı kürək və onurğa sütununa yüklənməməyə çalışın. Gözlənilməz texniki nasazlıqlar işlərinizi biraz yubada bilər, buna görə də vacib məlumatların nüsxəsini çıxarmağı unutmayın. İctimai çıxışlarda və ya təqdimatlarda natiqlik qabiliyyətiniz sayəsində böyük kütlələri təsir altına ala bilərsiniz. Həddindən artıq qürurlu davranmaq bəzən yaxınlarınızla aranızda soyuqluq yarada bilər, buna görə də mülayimliyə yer ayırın. Özünüzü inkişaf etdirmək üçün yeni bir kursa başlamaq və ya ustad dərslərində iştirak etmək gələcək uğurlarınızın təməli olacaq. Yaradıcılıq sahəsində çalışan şirlər üçün bu dövr ilham pərlərinin ən çox ziyarət etdiyi zaman kəsiyidir. Axşam saatlarında özünüzə zaman ayırıb gələcək hədəflərinizi kağıza tökmək planlarınızı daha da dəqiqləşdirəcək. Həyatın ləzzətini çıxarmaq üçün hər bir anın dəyərini bilin. Detallara olan xüsusi diqqətiniz və analitik zəkanız sayəsində ən qarışıq məsələləri belə həll etmək qabiliyyətindəsiniz. Peşəkar fəaliyyətinizdə nizam-intizam və punktuallıq sizi iş yoldaşlarınız arasında nümunəvi şəxsə çevirəcək. Karyeranızda sabitlik hökm sürsə də gizli qalan bəzi məlumatların üzə çıxması yeni manevrlər etməyinizi tələb edə bilər. Maliyyə planlamasında göstərdiyiniz dəqiqlik sizi lazımsız risklərdən qoruyacaq və büdcənizin balansını təmin edəcək. Kiçik bir məbləğdə də olsa əlavə qazanc imkanı yarana bilər ki, bunu da faydalı işlərə yönəltmək olar. Sevgi həyatınızda qarşılıqlı hörmət və dürüstlük hər şeydən önəmlidir. Kiçik anlaşılmazlıqları dərhal müzakirə edərək aradan qaldırın. Tənhasınızsa ağıllı və intellektual səviyyəsi sizə uyğun olan bir şəxslə maraqlı söhbət başlaya bilər. Psixoloji olaraq mükəmməllik axtarışınız sizi bəzən yora bilər, buna görə də həyatı olduğu kimi qəbul etməyə çalışın. Sosial çevrənizdə faydalı məsləhətlərinizlə tanınacaqsınız və bir çox insan kömək üçün sizə müraciət edəcək. Motivasiyanızı artırmaq üçün iş masanızı nizamlamaq və ya gündəlik işləri sistemləşdirmək sizə hüzur verəcək. Gözlənilməz bir səhiyyə xərci və ya çek-kub ehtiyacı yarana bilər, sağlamlığına biganə yanaşmayın. Ünsiyyət zamanı tənqidi notları azaltmağınız dostluq əlaqələrinizin daha uzun müddətli olmasına kömək edəcək. Evinizdə və ya iş yerinizdə gigiyena və təmizliyə xüsusi önəm verməyiniz sizi mövsümi xəstəliklərdən qoruyacaqdır. Yeni bir texnologiya və ya proqram təminatı öyrənmək işlərinizi daha sürətli görməyinizə kömək edəcək. Səyahət zamanı baqajınızın və şəxsi əşyalarınızın təhlükəsizliyinə diqqət yetirin. Bir iş ortağı ilə aranızda yaranan fikir ayrılığı ciddi müzakirələr tələb edə bilər, məntiqli arqumentlərinizə güvənin. Həyatınızın bu mərhələsində az daha çoxdur prinsipini tətbiq etmək sizə həm vaxt, həm də enerji qazandıracaq. Köhnə sənədləri və lazımsız əşyaları təmizləmək daxili dünyanızda da bir aydınlıq yaradacaqdır. Axşam saatlarında mütaliə etmək və ya elmi sənədli filmlərə baxmaq intellektual aclığınızı doyuracaq. Tərəzi. Həyatınızda tarazlıq yaratmaq və daxili hüzuru tapmaq üçün kifayət qədər əlverişli imkanlar yaranır. İş mühitində ədalətli mövqeyiniz həm həmkarlarınız, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Karyera yolunda qarşınıza çıxan maneələri diplomatik bacarıqlarınız sayəsində asanlıqla dəf edə bilərsiniz. Maddi məsələlərdə gəlir və çıxarlarınızı dəqiq hesablamaq, gələcəkdə yarana biləcək sıxıntıların qarşısını alacaq. Şəxsi büdcənizdə gözlənilməz bir artım baş verə bilər, lakin bu vəsaiti dərhal xərcləmək əvəzinə yığıma yönəltmək daha məntiqlidir. Sevgi münasibətlərində qarşılıqlı anlaşma və nəzakət ön plana çıxır, tərəf müqabilinizlə keçirəcəyiniz vaxt ruhunuzu yeniləyəcək. Tənha tərəzilər üçün yeni bir tanışlıq estetik zövqlərinizin üst-üstə düşdüyü bir məkanda baş verə bilər. Psixoloji olaraq qərarsızlıq hiss etdiyiniz anlarda mütəxəssis və ya etibar etdiyiniz birindən dəstək almaqdan çəkinməyin. Sosial əlaqələrinizdə hər kəsin könlünü xoş tutmağa çalışmaq sizi tükəndirə bilər, öz sərhədlərinizi qorumağı öyrənin. Motivasiyanızı artırmaq üçün sənət qaleriyalarını ziyarət etmək və ya evinizdə dekorativ dəyişikliklər etmək sizə müsbət enerji verəcək. Gözlənilməz bir dəvət bütün planlarınızı dəyişə bilər, lakin bu görüş yeni perspektivlər vəd edir. Sağlamlıq baxımından böyrək və bel nahiyəsinə diqqət yetirməli, bol su içməyi unutmamalısınız. Ünsiyyət zamanı sərt tənqidlərdən qaçmaq münasibətlərinizin uzunömürlü olmasını təmin edəcək. İş yerində şəxsi məlumatlarınızın gizliliyinə xüsusi önəm verin, bəzi insanların marağı həddini aşa bilər.
Səyahət planları reallaşarsa, getdiyiniz yerin mədəniyyəti və qanunları haqqında əvvəlcədən məlumatlanın. Dostlarınızın bir problemi ilə bağlı verəcəyiniz obyektiv məsləhət onun həyatında dönüş nöqtəsi olacaq. Həyatınızdakı lazımsız insanları və əşyaları uzaqlaşdırmaq üçün bu dövr çox məhsuldardır. Özünüzü ifadə edərkən musiqi və ya rəsm kimi vasitələrdən istifadə etmək daxili gərginliyi azaldacaq. Hüquqi məsələlərlə bağlı sənədləri imzalayarkən hər bir bəndi diqqətlə oxuyun. Axşam saatlarında sevdiyiniz bir filmi izləmək və ya kitab oxumaq zehni dincəlməyinizə şərait yaradacaq. Gələcəyə dair ümidlərinizi sarsıtmaq istəyənlərə qulaq asmayın, öz yolunuza inamla davam edin. Əqrəb, daxili gücünüzün və iradənizin sınağa çəkildiyi, lakin qalib çıxacağınız bir enerji altındasınız. Peşəkar fəaliyyətinizdə gizli qalan məlumatları üzə çıxarmaq və problemlərin kökünü tapmaq bacarığınız sizi əvəzolunmaz edir. Karyeranızda böyük bir dəyişiklik etmək istəyirsinizsə, strateji planınızı indidən hazırlamağa başlayın. Maddi məsələlərdə borc vermək və ya böyük məbləğdə kredit götürmək üçün əlverişli zaman deyil, riskləri minimuma endirin. Ortaq mülkiyyət və ya miras məsələləri ilə bağlı yeni xəbərlər ala bilərsiniz ki, bu da diqqətli yanaşma tələb edir. Sevgi həyatınızda ehtiras və dərinlik artır, lakin qısqanclıq hisslərini cilovlamaq münasibətin sağlamlığı üçün vacibdir. Tərəf müqabilinizlə səmimi və dərin söhbətlər etmək aradakı buzları əridəcək. Psixoloji olaraq regenerasiya, yenilənmə prosesindəsiniz, köhnə travmalardan qurtulmaq üçün ideal vaxtdır. Sosial çevrənizdə sir saxlamağı bacarmanız insanların sizə olan etibarını daha da möhkəmləndirəcək. Motivasiyanızı qorumaq üçün gizli qalan mövzuları araşdırmaq və ya psixoloji mövzulu əsərlər oxumaq sizə fayda verəcək. Gözlənilməz bir xəbərdarlıq sizi iş həyatında yarana biləcək bir tələdən qurtara bilər. Sağlamlıq mövzusunda immun sisteminizi gücləndirməyə və stressdən uzaq durmağa çalışın. Ünsiyyətdə iynəli sözlərdən istifadə etmək əvəzinə fikirlərinizi daha yumşaq şəkildə ifadə edin. İş yerində rəqiblərinizin hərəkətlərini səssizcə izləmək sizə üstünlük qazandıracaq. Səyahət zamanı tanımadığınız yerlərdə təhlükəsizlik qaydalarına ciddi riayət edin. Həyatınızdakı dəyişikliklərdən qorxmayın, çünki hər son yeni və daha güclü bir başlanğıcın carçısıdır. Sezgiləriniz bu günlərdə o qədər güclüdür ki, insanların niyyətlərini gözlərindən oxuya bilərsiniz. Maddi vəziyyətinizi gizli saxlamaq bəzi bədxahların planlarını boşa çıxaracaq. Yaradıcı işlərlə məşğul olarkən daxili dünyanızın qaranlıq tərəflərini işığa çıxarmaqdan çəkinməyin. Axşam saatlarını tək qalaraq daxili mühakimə aparmaq və planlarınızı nəzərdən keçirmək üçün istifadə edin. Ox atan. Həyata optimist baxışınızın və macəra ruhunuzun ön plana çıxdığı, yeni üfüqlərin göründüyü bir dövrdür. İş mühitində beynəlxalq əlaqələr və ya fərqli mədəniyyətlərdən olan insanlarla əməkdaşlıq karyeranızda yeni mərhələ açacaq. Bilik və bacarıqlarınızı paylaşmaq üçün seminar və ya təlimlərdə iştirak etmək nüfuzunuzu artıracaq. Maddi məsələlərdə şans sizdən yanadır, lakin pullarınızı düşünülməmiş investisiyalara yatırmaqdan qaçın. Səyahət və təhsil xərcləri büdcənizdə əsas yer tutsa da, bu gələcəyiniz üçün ən böyük yatırımdır. Sevgi münasibətlərində azadlıq və müstəqillik istəyiniz qarşı tərəf tərəfindən yanlış anlaşıla bilər, ona görə də hisslərinizi açıq izah edin. Tənha oxatanlar üçün maraqlı bir tanışlıq fərqli bir şəhər və ya ölkə ilə bağlı ola bilər. Psixoloji olaraq özünüzü enerjili və hər şeyə qadir hiss edirsiniz, bu müsbət auranı ətrafınızdakılara da yayın. Sosial əlaqələrinizdə dürüstlük və səmimiyyət ən böyük dəyərinizdir, lakin bəzən həqiqətləri çox acı şəkildə söyləməkdən çəkinin. Motivasiyanızı artırmaq üçün açıq havada idman etmək və ya yeni yerlər kəşf etmək sizə inanılmaz güc verəcək. Gözlənilməz bir təklif sizə uzaq bir yola çıxmaq imkanı yarada bilər, bu fürsəti qaçırmayın. Sağlamlıq baxımından qaraciyər və bud nahiyələrinə diqqət yetirməli, qidalanma rejiminizi nizama salmalısınız. Ünsiyyət zamanı fəlsəfi mövzulara toxunmaq və həyatın mənasını müzakirə etmək sizə yeni dostlar qazandıracaq. İş yerində xırda detallara ilişib qalmaq əvəzinə böyük mənzərəni görməyə çalışın. Sənədləşmə və viza işləri ilə bağlı məsələlərdə dəqiqlik nümayiş etdirin ki, vaxt itkisi yaşamayasınız. Dostlarınızla birlikdə planlaşdırdığınız bir tədbir gözlədiyinizdən də maraqlı keçəcək. Həyatınızda yeni bir fəlsəfə və ya inanış sistemi formalaşdırmaq üçün mütaliəni artırın. İnsanlara olan inamınız bəzən sui-istifadə oluna bilər, buna görə də hər kəsə dərhal qəlbinizi açmayın.
Axşam saatlarını dostlarla neşəli bir söhbətə və ya gələcək səyahətlərin planına həsr edin. Oğlaq. Nizam-intizam və məsuliyyət hissinizin ən yüksək həddə çatdığı bu dövrdə uzunmüddətli hədəflərinizə fokuslanmaq üçün mükəmməl şərait yaranır. Peşəkar fəaliyyətinizdə rəhbərlik tərəfindən sizə həvalə edilən çətin tapşırıqlar əslində gələcək yüksəlişiniz üçün bir sınaq xarakteri daşıyır. Karyera pilləkənlərində mövqeyinizi möhkəmləndirmək üçün səbirli davranmaq və emosional qərarlardan qaçmaq ən böyük üstünlüyünüz olacaq. Maddi məsələlərdə mühafizəkar mövqe sərgiləmək, riskli maliyyə əməliyyatlarından uzaq durmaq sizi gələcək itkilərdən sığortalayacaq. Şəxsi investisiyalarınızla bağlı ciddi bir plan hazırlamaq və büdcənizdəki artıq xərcləri kəsmək üçün ideal zamandır. Sevgi münasibətlərində ciddiyyət və etibar axtarışındasınız, tərəf müqabilinizlə gələcək planlarınızı müzakirə etmək aradakı bağları gücləndirəcək. Tənha oğlaqlar üçün iş mühitində və ya rəsmi bir tədbirdə maraqlı bir tanışlıq baş tuta bilər. Psixoloji olaraq özünüzü biraz təzyiq altında hiss etsəniz də, bu daxili gücünüzü kəşf etmək üçün bir fürsətdir. Sosial əlaqələrinizdə daha çox yaşca böyük və təcrübəli insanlarla ünsiyyətə meyil göstərməyiniz sizə yeni perspektivlər qazandıracaq. Motivasiyanızı artırmaq üçün nailiyyətlərinizi siyahıya almaq və özünüzə kiçik hədəflər qoymaq faydalı olar. Gözlənilməz bir ailə məsuliyyəti və ya evlə bağlı bir məsələ bütün diqqətinizi ora yönəltməyinizi tələb edə bilər. Sağlamlıq baxımından sümüklər, dişlər və diz nahiyəsinə xüsusi diqqət yetirməli, kalsium qəbulunu artırmalısınız. Ünsiyyət zamanı çox soyuq və məsafəli görünmək yaxınlarınızda yanlış təəssürat yarada bilər, biraz səmimiyyətə yer ayırın. İş yerində rəqiblərinizin hazırladığı kiçik maniyələri soyuqqanlılıqla aşacaqsınız. Səyahət planlarınız varsa, daha çox tarixi və sakit məkanlara üstünlük verməyiniz ruhunuzu dincəldəcək. Dostlarınızın sizə olan ehtiyacını görməzdən gəlməyin, bəzən sadəcə dinləmək də böyük köməkdir. Həyatınızdakı xaosu nizama salmaq üçün təmizlik və qruplaşdırma işləri ilə məşğul olun. Özünüzə qarşı həddindən artıq tələbkar olmayın, bəzən dincəlmək də işin bir parçasıdır. Axşam saatlarını tək qalaraq səssizlikdə keçirmək zehni enerjinizi bərpa edəcək. Dolça. Yenilikçi ideyalarınızın və azadlıq sevdanızın coşduğu, intellektual səviyyənizin parladığı bir enerji dalğasındasınız. İş mühitində alışılmamış metodlar tətbiq etməyiniz həm heyrət, həm də heyranlıq doğura bilər, lakin nəticələr hər kəsi razı salacaq. Karyeranızda texnologiya, elm və ya sosial layihələrlə bağlı yeni qapıların açılması ehtimalı olduqca yüksəkdir. Maddi məsələlərdə gəlirlərinizi artırmaq üçün qeyri-adi üsullar və ya rəqəmsal platformalar sizə maraqlı imkanlar təqdim edə bilər. Dostlarınızla ortaq bir maliyyə işinə girməzdən əvvəl bütün detalları hüquqi müstəvidə sənədləşdirməyiniz məsləhətdir. Sevgi həyatınızda dostluq və intellektual bağ hər şeydən önəmlidir. Tərəf müqabilinizlə eyni ideallar ətrafında birləşmək münasibəti canlandıracaq. Tənhasınızsa, sosial şəbəkələr və ya hobbinizlə bağlı bir qrupda ruh əksinizlə qarşılaşa bilərsiniz. Psixoloji olaraq cəmiyyətin qaydalarına qarşı bir üsyan hissi duya bilərsiniz, lakin enerjinizi faydalı dəyişikliklərə yönəltmək daha doğru olar. Sosial çevrənizdə humanitar fəaliyyətlərinizlə seçilməyiniz ətrafınızda böyük bir dəstək qrupu yaradacaq. Motivasiyanızı qorumaq üçün yeni bir texnoloji cihaz almaq və ya futuristik mövzulu əsərləri araşdırmaq sizə ilham verəcək. Gözlənilməz bir xəbər planlaşdırdığınız səyahətin istiqamətini tamamilə dəyişə bilər. Sağlamlıq mövzusunda qan dövranı və ayaq biləklərinə diqqət yetirməli, çox ayaqüstə qalmamağa çalışmalısınız. Ünsiyyət zamanı radikal fikirlərinizi hər kəsə qəbul etdirməyə çalışmaq əvəzinə fərqli baxış bucaqlarına hörmətlə yanaşın. İş yerində qrup işlərində liderliyi ələ almaq komandanın uğur qazanmasında həlledici rol oynayacaq. Səyahət planları olanlar üçün qeyri-adi və eksotik marşrutlar daha cəlbedici görünə bilər. Dostlarınızdan birinin sizə təklif edəcəyi qeyri-adi ideya həyatınızda yeni bir maraq sahəsinin yaranmasına səbəb olacaq. Həyatın rutinindən qaçmaq üçün özünüzə yaradıcı bir məkan yaradın. Özünüzü başqaları ilə müqayisə etməkdən çəkinin, çünki sizin yolunuz tamamilə unikaldır. Texnoloji xətalara qarşı ehtiyatlı olun və vacib məlumatları mütləq qeyd edin. Axşam saatlarını yeni layihələr üzərində beyin fırtınası edərək və ya elmi yenilikləri izləyərək keçirmək sizə zövq verəcək. Balıqlar. İntuisiyanızın və xəyal gücünüzün zirvədə olduğu, mənəvi dərinliklərə can atdığınız bir dövrdür. İş mühitində başqalarının hiss etmədiyi incə detalları duymaq bacarığınız sizə böyük üstünlük qazandıracaq və böhranlı anlarda xilaskar rolunu oynayacaqsınız.
Karyera yolunda biraz dumanlı görünsə də, daxili səsinizin sizə fısıldadığı istiqamət ən doğru yoldur. Maddi məsələlərdə xəyallara qapılmamaq, real rəqəmlərlə işləmək itkilərin qarşısını almaq üçün vacibdir. Gizli qalan bir gəlir mənbəyi və ya keçmişdə edilən bir yaxşılığın maddi qarşılığı gözlənilmədən qarşınıza çıxa bilər. Sevgi münasibətlərində romantika və fədakarlıq hissləri üstünlük təşkil edir, tərəf müqabilinizlə ruhsal bir bütünlük yaşaya bilərsiniz. Tənha balıqlar üçün incəsənət və ya mistika ilə bağlı bir mühitdə kimsə ilə dərin emosional bağ qurmaq ehtimalı var. Psixoloji olaraq özünüzü xarici aləmdən təcrid etmək və xəyallarınıza sığınmaq istəyə bilərsiniz. Lakin real həyatla əlaqəni kəsməməyə çalışın. Sosial çevrənizdə empatik yanaşmanızla insanların yaralarını sağaldan bir məlhəm kimi qəbul olunacaqsınız. Motivasiyanızı artırmaq üçün su kənarında vaxt keçirmək, musiqi və ya şeirlə məşğul olmaq ruhunuzu qanadlandıracaq. Gözlənilməz bir ruhsal təcrübə və ya yuxu həyatınızla bağlı vacib bir ipucu verə bilər. Sağlamlıq baxımından ayaqların həssaslığı və allergik reaksiyalara qarşı ehtiyatlı olmaq lazımdır. Ünsiyyət zamanı fikirlərinizi dolayısıyla deyil, daha birbaşa ifadə etməyə çalışın ki, anlaşılmazlıqlar yaranmasın. İş yerində gizli düşmənlərin və ya arxadan danışanların oyunlarına qarşı ayıq-sayıq olun, lakin səviyyənizi qoruyun. Səyahət planlarında dəniz və ya okean sahilləri sizə ən çox hüzur verən məkanlar olacaqdır. Dostlarınızın dərdi ilə yüklənərkən öz psixoloji sərhədlərinizi çəkməyi unutmayın. Həyatınızdakı qeyri-müəyyənlikləri qəbul etmək sizə daxili bir azadlıq hissi bəxş edəcək.